Salam, hamınızı salamlayıram. Deyirdim biraz başqa temalardan da danışım, oradan buradan söhbət eləyim. Amma nədənsə də məni bu yağ teması, Azərbaycanda qıda teması məni buraxmır. Nə demək istəyirəm? Bax, Azərbaycana bir dəqiqə gətiriblər Eurasian Food'dur. Yəni, istəmədim dərinliyinə gedəm, amma baxıram elə kimsə mənim videolarımı kəsir, paylaşır, indi dərindən danışaq. Bax, indi bu videoda da qoyacağım bura bütün yağları. Hansı yağları ki, gündəlik yeməkdə istifadə eləmək olmaz. Bunu tam deyirəm. Yalandan ona kərə yağı deyənlərə, ay bu kərə yağıdır, biraz gedin oxuyun. Prejdi ki, nəsə deməkdə və nədənsə kimə görəsən mən məşhurlaşmaq istəyirəm. Yox, elə deyil. Faktı danışmaq istəyirəm. Fakt ondadır ki, Eurasian Food'un margarindir. Tərkibində palma yağı, bitki yağları. Onu da ki, biclik eləyirlər. Oranın da istehsalçıları, yəni Qazaxıstanın istehsalçılar yazır ki, yüksək keyfiyyətli bitki yağları. Bitki yağları deməklə qanunu pozmur. Açıqlama verməməklə ki, onun tərkibində palmadır, lyondur, odur, budur, zırtdır, pırtdır. Bunların hamısını deməməklə o qanunu pozmur. Amma təəssüflər olsun ki, Azərbaycanda maarifləndirmə biraz azdır. Və inanıram ki, Azərbaycan Qıda Təhlükəsizlik Agentliyi, AQATA, buna diqqət yetirəcəkdir ki, cəmaata durub yalandan danışanlar ki, bu kərə yağıdır, ya kərə yağı deyənlər və kərə yağı adıyla reklam eləyib cəmaata onu verənlər. Hətta mən indi bax burada, bu videomda görəcəksiniz, orada açıqlama da var. Yəni, iminlə arxa etiketini tapmışam. Orada da yazılıbdır ki, bunu isitməmiş yemək olmaz. Yəni, onu çörəyə yaxıb yeməyin, yalandan ora, bura, bunların heç birini eləməyin. Sizdən çox xahiş eləyirəm. Mən bunu deyirəmsə da, mən öz fikrimi bildirirəm və düz fikir bildirirəm. Ömrü boyu yalandan nəyisə satmaq üçün and içməmişəm. Ömrü boyu nəyisə yalandan kiməsə inandırmaq üçün and içməmişəm. Ona görə həmişə bazara da gələndə nə görürdüm? Ay, nə bilim, balamın canı Allah uzaq eləsin. Mən öz balama and içmirəm, sizə citirvit eləyirəm. Balamın canı görürsünüz bu necədir? Maşınlar qoymur, rahat söhbət eləyək. Hə, görürsünüz bu nətər kartofdur, bu əsildir, içində palma yağı yoxdur. Əgər istəyirsinizsə də, elə əminliklə deyən satıcılar ki, palma yağı yoxdur, gəlin onu ekspertizaya göndərək. Görək içində palma yağı yox, palmadan da maraqlı yağlar çıxacaq onun içindən. Yəni, nə demək istəyirəm? Eurasian Food'dur, margarinlərdir, bu İran yağlarıdır, bunlardan da danışım. Ay, bütün maşınlar mənimi gördü, hamısı xodüftürhadır burada. Hə, nə deyəcəkdim? Yəni, durub rahat. İran yağlarını tərifləyənlərə də deyirəm. Yalandan bu yağları satanlara da deyirəm. 21-ci əsrdir, ay gözəl Azərbaycanım, ay gözəl xalqım, ay mənim maariflənmək istəyən xalqım. Araşdırın ki, bunu ancaq bu İran yağlarıdır, bu gələn spiretlərdir, gələn emulgatorlu listiçindən, bunların hamısı içində olmaq şərtindən bunları qənnət əlavəsi kimi istifadə eləyirlər. Ləmuçını xizdiyelik. Hətta bir dənə şəkil də tapdım, orada göstərir. Hayif ki, ala bilmirəm. Azərbaycanda olsaydım, hamısını alardım, hamısını göstərərdim. Burada üstündə də yazır, görəcəksiniz bu videoda, göstərəcəm sizə. Yazılır ki, isitməmiş yeməyin. Niyə? Ona görə ki, onun normal şəkildə saxlanılması üçün içinə o qədər haqq hesablar qatılıbdır ki, onu çiğ-çiğ yesə sizin bədəniniz onu əridə bilməyəcəkdir. Sonra onu deyim, onu götürürlər, yalandan videolar paylaşırlar. Bax, qaynadırlar, görün nə gözəl yağdır. Nəyi gözəl yağdır? O yağları hər gün, hər səfər yemək pişirib, özünüzü zəhərləyib, ürək-damar xəstəliyi. Uşaqlarda nidarazvitis, hamilə qadınlar yeyəndə, gələk bunları açıq deyəndə, hamilə qadınlar yeyəndə uşaqlarında, plodlarında nidarazvitis, nidanoşinist, nətər deyirlər Azərbaycanda, tam inkişaf eləməmiş evlatlar doğulur, qıçası əyri, qolu əyri, ürəyində paruk. Yəni, bu şeylərin hamısı ilk öncə qıdadan asılıdır. Nəyə görə? Ona görə ki, uşaq ana bəndində olunca ana qıdalandığından qıdalanır. Mən bunları demək istəyəndə və hər səfər də qabağıma çıxır. Maraqlısı da odur ki, biri çıxıb deyir ki, bu kərə yağıdır. Kommentarini oxuysan ki, bir 200-300 nəfər də deyir, hə, çox sağ ol. Biraz belə şeylərdən
Nətər deyimi, biraz ayıq olun. Və ayılmaq istəmirsinizsə də bir dənə kommentara yazın ki, ay Eşən, biz ayılmaq istəmirik, öz işinlə məşğul ol. Azərbaycanı bir dəqiqə zəbt edib Qazaxıstanın atxod yağı. Bəzi blogerlər var ki, o Qazaxıstanın atxodunu, bax o musardır da, bax bu belə bir zivildir. Bu ondan dəyərlidir. Bu gənə gedib torpağa udabreniya olur, yəni kübrəlik olur. O heç kübrəlik də deyil, olmayan bir yağı ancaq istifadə eləyə bilərsən. Nəsə yemək, onu nəyə görə Muçnoyda? Onu reklam eləyirlər ki, gündə cəmaət ondan alsın, yesin, uşağına pişirsin, onu eləsin, bunu eləsin, bunu eləsin. Çıxanlar da deyir, hə, pulumuz yoxdur, kasıvın malıdır, biz kasıvı yemək, kasıvı öldürməyə gətiribsiz bu yeməyi verməyə. Belə yağları gətirib, kasıvın dərdinə qalansan, normal keyfiyyətli şey gətir. Kasıvın dərdinə qalıb, atxodu gətirib kasıva yedizdirmə ki, kasıv sonra da xəstəxanalarda qalsın. Yəni, belə şeylər var. Sonra, bunu Muçnoy İzdeliyada, yəni xəmir yeməyində niyə istifadə edirlər? Daha çox qalsın, xarab olmasın. Ona görə ki, ilk növbədə xarab olmağa qoymayan, bunu araşdırın, mənsiz də biləcəksiniz. İlk növbədə xəmir yeməyini xarab olmağa qoymayan palma yağıdır. İlk növbədə, hansı ki, qoymur onun içində kif əmələ gəlməyə. Palma yağıdır, başqa yağ deyil. Başa düşdünüz? Sonra nə deyəcəkdim? Nəsə bir məhsulu gətirəndə Agata birinci növbədə Agatanın bəlkə bir özünə departament yaratsın, nə yaratsın, bir izah eləsin ki, ay cəmaat, bax bunu reklam eləyəndə bunu deməyin kərə yağıdır, cəmaatın başını allatmayın, bilməyənləri qandırmayın, allatdırmayın. Sonra Agata çıxıb deməlidir ki, bunu gündəlik yeməkdə yemək olmaz. Necə bu boyda qurumda bir dənə ekspert olmadı. Gələk, belə deyim, adam bunu deyə, ya gələk kimsə zəhərlənə, ya indi zəhərlənməsə də, indi həmən zəhərlənəsi deyil. Qida üçün nəzərdə tutulmuş bir şeydir. Amma bu o deməkdir ki, bunu gündə pomidor yumurtanla, onunla, bundan, nəyin üstündən yaxmaqla yemək lazımdır. Xeyr. Sonra üstündən 3 ildən, 5 ildən sonra xəstəliklər bir də başlayanda, bir də gedib cəmaat uşaq xəstə doğulanda, insan ürək damarda xolesterin əmələ gəlməklə, damar tutqunluğu olmaqla, bunlarla insanlar öləndə deyəcəklər görən niyə öldü? Niyə Azərbaycan birinci yerdədir? Belə şeylər olmasın deyən. Ən birinci bilin ki, o İran yağını bir də qaydıram, bir dəqiqə şey eləməyin. Axtarın, araşdırın. Hətta fabrikanın, zavodun özü belə, İranın zavodunun, Qazaxıstanın zavodunun rəsmi saytları da var, rəsmi mənbələr də var, rəsmi zaproslar da yazıb göndərə bilərsiniz. Deyirlər ki, hər gün qidalanmaq üçün bu yağlar tövsiyə olunmur. Yəni, hər gün nə deməkdir? Hər bir yeməyinizi bu yağla bişirib özünüzü bununla qidalandırmayın. Bildiniz, yəni bunu zavodun özü deyir. Amma təəssüflər olsun ki, mal gətirib satmağa gətirənlər bunu demirlər. Elə gətirirlər 5 kiloluq yağımız gəldi, buna baxın bir dənə, baxın verəcəyik 10 kiloluq gəldi. Bunu belə kəsirlər, belə kəsirlər. Bunların hamısı plasta gəlir. Ya 25 kiloluq gəlir, Azərbaycanda perifasovka olur. Doğranılır, aparatları var, gedir. Yəni bunu demək istəyirdim. İnanıram ki, bu çıxışım biraz, belə deyim, o qədər özümdən asılı deyil, belə bir insanam, belə bir xəsiyyətli insanam. Yalançılıq görəndə hatalanıram, nervlənirəm. İnsanları qandırmaq, qandıran insanları görəndə, allatmaq insanı, alladan insan görəndə nervlənirəm. Ona görə ki, mən bilirəm ki, elə bil ki, özümü qoyuram aldanılanın yerinə. Mən eşşəkzadam, yalan danışırsan. Mən eşşək deyiləm. Kərə yağı olmayana denən ki, kərə yağı deyil bu. Bu, masla jıravoy spretdir. Yağlı, piyli spret. Üstünə fabrikası da yazır. Zavodu da deyir. Yəni bunu əridib yalandan yığmaqla əritdik, isindi. Bu belə gözəl oldu. Belə şeyləri beyninizə salmayın. Belə şeylərdən uzaq olun. Hamınızı öpürəm, bağrıma basıram. Maç, quc, həməşəki kimi.